Beynəlxalq Teatr günündə Kukla Teatrında Anton Çexovun Evlilik komediyasının premyerası baş tutub. Canlı aktyor oyunu və kuklaların vəhdətində təqdim olunan tamaşa izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Tamaşanın nümayişindən əvvəl Beynəlxalq Teatr günü barədə məlumat verilib. Bildirilib ki, bugün teatr sənətinin cəmiyyətdəki rolunu bir daha ön plana çıxarır və sənət adamlarının əməyinə verilən dəyərin göstəricisidir. Sonra Anton Çexovun elçilik əsəri əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Mənə yalnız sizin köməyiniz lazımdır. Düzdür, mən bu ümidkarına layiq deyiləm. Mənamı xəzəyəmin canım gözüm, sözünüzün canını deyil. Bu saat. Tamaşada ailə münasibətləri, cəmiyyətdəki sosial ziddiyyətlər, insan xarakterlərinin toqquşması və gündəlik həyatın incə məqamları yumor və satira prizmasından təqdim olunub. Dünya teatrlarının hər birində bugün möhtəşəm şəkildə qeyd olunur. Biz də istədik ki, elə dünya klassik olan Çexovun əsərini biz bugün tamaşaya hazırlayaq və tamaşaçılarımız da bu tamaşanı izləyib zövq alsınlar. Tamaşamız tamaşaçılar tərəfindən inanıram ki, çox bəyənildi və tamaşadan çıxan hər bir tamaşaçımız da bu xoş fikirləri bizim üçün aşıladılar. Tamaşamızı gördüyünüz kimi həm kuklalar var idi, həm canlı aktyor oyunu var idi. Biz bunları sintez eləmişdik ki, hər yaşda olan tamaşaçılarımız izləyə bilsin. Quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Çimnaz Gözəlova olan uğurlu səhnə həlli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşa çox maraqlı idi, mənim çox diqqətimi çəkdi və istəyirəm ki, həmişə belə tamaşalar olsun və mən də gəlim, çox maraqlı idi həqiqətən. Mən bugünkü tamaşadan həqiqətən çox razı qaldım. Əsasən belə komediya janrında tamaşalardan daha çox xoşum gəlir. İstəyirəm ki, Naxçıvanda daha çox bu janrda, bu xarakterdə tamaşaların olmasını daha çox istəyərdim. Həqiqətən çox maraqlı idi. Artıq illər sonra yenidən bu təcrübəni yaşamaq mənim üçün çox maraqlı oldu və həqiqətən də çox maraqlı tamaşa idi. Hər birini təbrik edirəm və çox təşəkkür edirəm belə bir tamaşa üçün.